Heç şübhəsiz ki, Qərbi Azərbaycan ərazisindəki bizim mədəni irs nümunələrimiz təkcə Azərbaycan xalqının mədəniyyətinin nümunələri deyil, eyni zamanda İslam dünyasının və bütövlükdə dünya mədəni irsinin nümunələridir. Onların dağıdılması dünya mədəni irsinə qarşı törədilmiş cinayətdir. Ona görə Qərbi Azərbaycan icmasında şübhəsiz ki, Qərbi Azərbaycan ərazisindəki bizim mədəniyyət abidələrimizin dəqiq qeydiyyatı var və bunlar haqqında, onların vəziyyəti ilə bağlı biz beynəlxalq təşkilatlara, o cümlədən də İSESCO-ya məlumatlarımızı verəcəyik və şübhəsiz ki, çalışacağıq ki, onların da imkanlarından istifadə edərək indiki Ermənistan ərazisində, Qərbi Azərbaycanda Azərbaycan müsəlman mədəni irs nümunələrinin dağıdılması prosesinin qarşısı alınsın. Bildiyiniz kimi bu yaxınlarda biz İrəvan şəhərindəki sonuncu Azərbaycan yaşayış məskəni olan Təpəbaşı məhəlləsi ilə bağlı, Təpəbaşı məhəlləsindəki mədəniyyət abidələrimizlə bağlı, o cümlədən də Abbasqulu xan İrəvanskinin tikdirdiyi Təpəbaşı məscidi ilə bağlı UNESCO-ya da müraciət elədik, müxtəlif beynəlxalq təşkilatlara müraciət elədik və o ərazilərin tarixi bəlgələri özündə etiva eləyən həmin ərazilərin, həmin yaşayış masivinin və oradakı abidələrin dağıdılmasının qarşısının alınması ilə bağlı öz həyəcan səsimizi qaldırdıq. Elə hesab edirəm ki, İSESCO-da bu istiqamətdə müəyyən işlər görə bilər.